Hocam selamünaleyküm. Aleykümselam ve rahmetullah. Nasılsınız hocam? Allah razı olsun. Siz nasılsınız? Çok teşekkür ederim. Sizle kısa bir söyleşi yapacağız. Çok önemli şeyleri konuşacağız hazır bulmuşken. Öncelikle izleyicilerimize kendinizi bir tanıtın lütfen. Bismillahirrahmanirrahim. İlk olarak izleyicilerime salamı deyirəm. Buradan ismim Elçin, soy ismim Aliyev'di. Gürcistan'dan gelmişim. Belçika'ya hoş geldiniz. Allah razı olsun. Hocam sizle 4-5 yıl önce Frankfurt'ta tanıştık. Frankfurt Ehl-i Beyt Camisi. Alimlik yaptınız. Şu an Belçika'dasınız. Ve Belçika'da yaşıyoruz hocam. Hristiyan bir toplumla iç içe yaşıyoruz. Müslüman Türk kardeşlerimiz yaşıyor burada. Tüm dünyada. Birçok sorunları yaşıyoruz. Gerginlik, stres. Hazır sizi bulmuşken bunlarla ilgili izleyicilerimize neler anlatmak istersiniz? Evet, bu çok mühim mevzulardan biridir. Hakikaten insanın hayatında stres olarken stresli yaşayış çok zordur. Hakikaten gerginlik halında insan hatta ibadetinde bazen sorun yaşayabilir. O yüzden de İslam'ın talimleri hakkında, İslam'ın yani bu stres hakkında, bu konu hakkında, gerginliği hakkında çok sayıda tavsiyeler var ki insan tavsiyeleri amal ederse hem kendi evinin içinde, ev yaşayışında, hem iş hayatında, hem dışarıda toplum içerisinde bu stresten uzak durabilir. Ümumiyyətlə stresin əsas insan gərək kökünü, nədənini araşdıra. İslam alimlərinin gəldiyi qənaətə görə hədislərdən və Quran ayələrindən gəlinən nəticə və qənaət budur ki, ümumi olaraq insanların gərginliyinə nədən olan 3 dənə amil var. 3 dənə səbəb var ki, insanlar... Nedir onlar hocam? O səbəblərin birincisi yersiz qiyasdır. Yersiz qiyaslama. Məsələn, farz edə örnək insanın bir əski arabası var. İnsan o əski arabaya iktifa etmir deyə daxilində, düşüncəsində başqalarının... Qənaət etmir. Evet, başqalarının yeni model arabasındadır gözü. Kəndini onların yerinə qoymaq istəyir. Yəni, onların əldə etdiyi nemətlər, onların əldə etdiyi maddi imkanlara da bu da sahib olmaq istəyir. Məsələn, bunun evi farz edək bir qatlı evdir və ya apartmandır. Apartmanda daha böyük bir ev, başqalarında başqa böyük evləri görür də, kəndisinin də bir böyük evə sahib olduğunu düşünür. Başqalarla qiyaslayır kəndini. Bu da insana təbii olaraq yəni yetişə bilmədiyi üçün, ələ gətirə bilmədiyi üçün həmən o imkanları, başqalarının əlində olan imkanları, maddi imkanları zaman-zaman insanın qəlbində, düşüncəsində bu stres yaradır. Yəni kəndini qiyaslayır və o qiyasla yaşayır. Və maalesef ki, bəzən qiyasla yaşayaraq adım da atmır. Yəni, nail olmaq istədiyi, əldə etmək istədiyi maddi nemətləri əldə etmək əvəzinə, onun yerinə, yəni çaba əvəzinə, çaba etmir, zəhmət çəkmir də, yalnız o düşüncə ilə yaşayır. Başqalarını qiyaslayır. Niyə onda var, məndə yoxdur, məsələn. Bu tabii ki, normal olarak strese sokar, gerginliğe sokar. Zaman gerginliğe sokar. İkinci məsələ yersiz bəkləntilərdir. İnsan başqalarından, akrabasından, dostundan, tanışından daxilində bir şeylər bəkləyir hər zaman ki, filan şəxs mənə nədən yardım etmədi, filan kəs akraba olsun, dediyim gibi dost olsun, əlində bu qədər maddi imkan var, mənə niyə filan yardım yapmadı? Və bu düşüncə ilə insan yaşayarsa, zaman-zaman bu düşüncə onun daxilində bir stres yaradar, bir gərginlik yaradar. Və həm insanın içərisində o şəxslərə qarşı bir kin əmələ gələr və kin də həqiqətən insanın ruhunu, qəlbini məhv edir və stresə səbəb olur. Üçüncü səbəb isə qorxudur, yersiz qorxular, məntiqsiz qorxular. İnsan qorxu deyəndə məqsəd nədən ibarətdir? Məqsəd budur ki, insan gələcəkdə baş verməmiş hələ olaylar, bir misal deyək, insan bir iş yapmaq istəyir, 5 il sonra, 3 il sonra nə ola bilər deyə onu kəndinə dərd eləyir. Hansı ki, hələ bu işi addım atmayıb. Ola bilsin, bu işi bunun gözəl bir işdir. Amma qorxu var deyə bu gələcək üçün qorxur, kəndinə stres yapır. Ya, məsələn, başqa bir misal vuraq, insan farz edə fakirdir, maddi durumu zayıfdır, çocukların gələcəyini düşünür. Mənim çocuklarım böyüyəcək, onlara mən düğün yapmalıyam, ev almalıyam, bu kimi mövzular haqqında düşünür. Çocukların yaşı azdır, hələ bu 20 sənə
soranın dərdini, yəni baş verməmiş, yəni dərd olmamış dərdi kəndinə dərd yapır. Bu da təbii olaraq insanın qəlbində stres yaradır. O yüzden də bu 3 dənə nədən, 3 dənə səbəb insanların həyatına gərginlik gətirir, stres gətirir və insan həm evin içərisində, həm kəndi şəxsi ibadətində, Allahla olan irtibatında, iş yerində, digər alanlarda, digər şəraitdə daimi olaraq stres yaşayır. Və streslə yaşayanda insan təbii ki, stres içərisində olarkən nə ibadətin dadını ala bilmir, nə çevrəsində olan dostlarınla doğru dürüst belə deyək, salamlaşa bilmir, onlardan anlaşa bilmir. İş yerində də aynı onun gibi. Hocam bu minvalde bir şey sormak istiyorum. 3 tane sebep saydınız. Bir insan bir şeyle kendini kıyasladığı zaman gerginlik, stres olabilir. Yersiz beklentiler. Korku, gələcəkdə evet. baş verməmiş hadisələrdən şimdiden qorxmaq. Peki izleyicilerin merak edecek. Ne yapmalı insan? Bunun kısa əgər desək, əsasən bir dənə yolu var, yəni həll yolu var. Əgər insan kəndində olan nemətləri yadına salsa, əlində olan Allahın ona verdiyi çeşitli nemətləri yadına salsa, hər zaman bu nemətlər haqqında düşünsə və hər zaman bu nemətləri düşünərək yaşasa, bu stresdən uzaq olar. Aynı zamanda bir yolda budur ki, insan həmişə maddi məsələlərdə, yəni maddi işlərdə kəndindən aşağıda olan vəziyyəti, maddi durumu ondan aşağı olanlara baxa. Yəni alimlər də buyururlar ki, bizim imamlarımız da buyururlar ki, aleyhissalam, həmişə insan hər zaman manevi cəhətdən, dini alanda, dini mövzularda kəndindən yuxarıdakılara baxmalıdır. Məsələn, insan baxmalıdır ki, mənim görən namazım ayda neçə dəfə qəza olur. Mən orucumu sağlam tuta bilirəmmi? Mən gündə nə qədər günah işlər görürəm? Mən İmam Zamanın yolunda nə qədər çalışıram, hizmət edirəm? Əgər baxsın, hizməti azdırsa da özündən yuxarı olanlara baxsın ki, mən istəyirəm onlara ulaşam. Onlar kimi günahdan uzaq duram, günahım az olsun. Bu yolda hizmət edim, əhl-beyt yolunda, Quran yolunda gəncləri sağlam həyata davət edim. Nasıl ki, məndən bu işdə, bu alanda çox fazla zəhmət çəkənlər onlardan da yaxşı olub, onlardan daha güclü bu işləri görüm, daha çox bu işlə məşğul olum. Amma bu mənəvi cəhətdən. Mənəvi cəhətdən sorun yoxdur. İnsan həmişə Peyğəmbərin həyatına baxa, deyə mən də istəyirəm onu kimi olam. İmamın həyatına baxa, ariflərin həyatına baxa, Allah övliyaların həyatına baxa və kəndini onlardan qiyaslaya bu alanda. Amma maddi anlamda, maddi alanda, maddi mövzularda həmişə insan çalışmalıdır ki, özündən maddi durumu aşağı olan insanlardan kəndinə qiyas etsin. Məsələn, örnək, əgər bir insanın evi var, evi dardırsa da, azdır, ya da odaları azdır, küçükdür evi, evi böyük olana baxmasın. Evi olmayana baxsın. İcarədə, kirayədə, kim ki kirayədə qalır, icarədədir, icarədə olanlar evsizlərə baxsın ki, bunların evi yoxdur, mənim ilahi, mənim evim var, küçük də olsa evim var. Məsələn deyirəm də, mənim arabam var, farz edək, əski arabadır. Pahalı arabalara baxmasın, arabasızlara baxsın. Yəni evet. Bu yollar insana yardım eder ki, insan stresten uzak dursun. İnşallah. Allah razı olsun hocam. Çok Allah teşekkür ederim. Allah sizden var mı ekleyeceğiniz başka bir şey? Sağ olun, Allah razı olsun. Bu kadar. İnşallah. Çok sağ olun. Allah razı olsun. Size sağ olun.